Bəs yaxşı, Filippinin adı hardan gəlir? Filippinin adı İspan şahzadəsi, sonradan İspan kralı olmuş 2-ci Filipdən gəlir. İspanlar buralara gələndə Filippinə, buranı təbii ki müstəmləkə etməyə gəlmişdilər və bütün bu adaları götürüb bu adalara bütün bir ad verirlər. Nə? Las Islas Filipinas. Yəni Filippin adaları və bu formada indiyə qədər də bu bölgənin adı bu formada qalıbdır və şirin görsənmək istəyirdilər də. Məsələn, gedibdilər, şahzadə məsələn, sonra da bir soruşur da, uşaqlar nə yerdədir filan beşmişən. Əlim, gedibdilər, götürübdülər, elə sizin adınızı veribdilər. Şahzadə gəlsinlər, sağ-salamat gəlsinlər filan, o da şey eləmir. Ya da belə bir şey olubdur ki, çatıbdır, qoşun bura, ordu bura gəlib çatıbdır. Buraları indi alıbdır, eləyibdir filan beşmişən. Bir əlaqə çıxıbdı şeylə, İspaniya ilə. İspaniyada deyibdilər ki, bəs buranı aldıq, adınız adını verəcək filan beşmişən. Burada ordunun başçısı deyib ki, bəs bizim öz adımız olsun filan. Filippin də köməkçi deyib ki, yox da müəllimin adını verin, yaxşı deyil də, indi şeydir. Yox da yox, bizim adımız olsun, bu deyib, hə, müəllimin adını verin, mən bilirəm, nə deyirəm, sağ bilsin, kral olacaq, sizi də görər filan. Ya da elə bir şey oldu.